Salam əziz tələbələr, gəlin cümlənin tamamlanmasından, yəni complete the sentence-in izahına baxaq. İlk öncə başlayırıq tamamlıq budaq cümləsindən. Biz əslində tamamlıq budaq cümləsinin nə olduğunu demişdik. Tamamlıq budaq cümləsi baş cümləyə sual verəndə nəyi sualın ortaya çıxdığı cümlələrə deyilirdi. Deməli, ilk öncə nəyi bilməliyik? Burada biz bağlayıcı vasitəsilə iki dənə cümləni bir-birinə bağlayacağıq. Baş cümləmiz həmişə budaq cümlədən öncə gələcək və dediyimiz kimi nəyi sualına cavab verəcək və bağlayıcıdan dərhal sonra mübtəda gələcək. Bağlayıcıdan dərhal sonra mübtəda gələcəyinin səbəbini indi deyəcəyik. Deməli, ilk öncə baxaq. Əgər baş cümləmiz indiki zamandadırsa, budaq cümləmdə bütün zamanlar ola bilər. 3 dənə istisnamız var. Biz tamamlıq budaq cümləsinin adını çəkəndə həmişə demişdik ki, tamamlıq budaq cümləsində uzlaşma pozula bilər. Zamanlar arasında uyğunsuzluq ola bilər. Amma 3 dənə istisnamız nədir? Keçmiş, bitmiş zaman. Keçmiş, bitmişi necə düzəldirdik? Had plus V3. Sonra keçmiş, bitmiş davam edici zaman necə düzəldirdik? Had plus been plus V1 ing. Və keçmişə nəzərən gələcək zaman ola bilməz. Keçmişə nəzərən gələcək zamanında should və would-la düzəldirdik. Əgər baş cümləm indiki zamandadsa, bu 3 zaman istisna, qalan yerdə qalan bütün zamanlarımı işlədə bilərəm. Əgər baş cümləm keçmiş zamandadsa, bu dəfə bizim uzlaşmamız pozulmayacaq. Baş cümləm keçmişsə, budaq cümləm də keçmiş zamanlardan birində olacaq. Baxaq cümlələrə. Bax, mənim baş cümləm I don't know. I don't know deyir ki, bilmirəm. Deyirsən ki, nəyi? Bax, nəyi sualına cavab verdi. Nəyi bilmirəm? Who caused the accident? Qəzaya kimin səbəb olduğunu. Baxıram ki, baş cümləm indiki sadə zamandadır, amma budaq cümləm keçmiş sadə zamandadır. Çünki dedik ki, baş cümləmiz indiki zamanda olanda, budaq cümləmizdə uzlaşma pozula bilər. Sonra baxıram ki, she told me. Bura kimi mənim baş cümləm oldu. O mənə dedi. Deyirəm ki, nəyi? Plus da ki, baxıram ki, baş cümləm hansı zamandadır? Keçmiş zamanda. Keçmiş zamandadırsa, deməli, budaq cümləndə mütləq keçmiş zamanlardan birində olacaq. Baxıram ki, when all accidents had happened, keçmiş, bitmiş zamandadır budaq cümlə. Uzlaşma pozulmadı. Sonra I wonder if. Baxıram ki, baş cümlə indiki sadə zamandadır, budaq cümləmdə gələcək sadə zamanda. Can you tell me? Mənə deyə bilərsən, deyirəm nəyi? Where they inhabited. Onların harda məskunlaşdığını. Baş cümləm oldu indiki sadə zaman, budaq cümləm oldu keçmiş sadə zaman. Və yaxud da I couldn't realize. Couldn't bilirik ki, can'in keçmişidir. Yəni keçmiş zamandadır. Deməli, budaq cümləm hansı zamanda olacaq? Keçmiş zamanda. I couldn't realize. Başa düşə bilmirəm, anlaya bilmirəm. Deyirsən nəyi? How he accepted my offer. O mənim təklifimi necə qəbul elədiyini. Sonra bəs uşaqlar, cümlənin tamamlanmasına əsas məqamlardan biri, əslində biz bunu həmişə qeyd edirdik ki, when və what time işlənən cümlədə ümumiyyətcə bitmiş zamanlardan istifadə olunmaz. Burada da eyni qaydadır. Bağlayıcı kimi ortada hardakı when-i, what time-ı gördünüz, deməli, həmin cümlədə nə işləməyəcək? Bitmiş zamanlar işləməyəcək. Ümumiyyətlə, uşaqlar, bizim burada bağlayıcı dediyimiz sual cümlələrində sual sözü istifadə elədiyimiz sözlərdir. Sual sözlərimiz hansılardır? Who idi, what idi, where idi, how idi. Bu sözlər burada bağlayıcı kimi istifadə olunur. Və cümlənin tamamlanmasında əsas qaydalardan biri də cümləm həmişə nəqli olmalıdır. Nəqli cümlə olacaq. Sual cümləsi olmayacaq əsla. Bax, burada elə qeyd olunub ki, bağlayıcıdan sonra köməkçi feil gələ bilməz. Köməkçi feildə bilirik də, köməkçi feillər nədir? Do, doesdır, diddir, have, has, nə bilim, am, is, are. Bağlayıcıdan sonra köməkçi feil işlənə bilməz. Çünki köməkçi feilim cümləni nəyə çevirir? Suala çevirir. Mən də dedim axı, cümlənin tamamlanmasında sual cümləsi olmaz. Birbaşa ya mübtəda gələcək, ya da xəbər gələcək. Baxaq indi bura. She thinks, why did he do it? Baxıram ki, bağlayıcım why'dır. Niyə? Amma özündən sonra nə gəlib? Köməkçi feil did gəlib və cümləmi nəyə çevirib? Sual cümləsinə. Olmaz. Sonra baxıram, what time bağlayıcısından sonra köməkçi feil does gəlib. Olmaz. Çünki cümləm sual cümləsinə çevrilir. He want to know when. Baxıram ki, cümləmdə when işlənib. When işlənibsə, when olan cümlədə dedik nə olmaz? Bitmiş zamandan istifadə olunmaz. Bitmiş zamandan istifadə olunduğuna görə bu cümləmdə səhvdir. He asked me. Bax, what time-dan sonra nə gəlib? Will bağlayıcı, will köməkçi feili. Və cümləmi nəyə çevirib? Sual cümləsinə çevirdiyinə görə səhvdir. Olmaz. Sonra uşaqlar, bu qrammatikada əsas məqamlardan biri də bax bu qeyddir.
Bu qeyddə bəzi feillər sadalanır, hansı ki, onlardan sonra zətdən istifadə olunmur. Bunlar hansılardır? Ask'dı, tell'di, want'dı, want to know'du. Tell'i dedik, to be interested in'di. Bu feillərdən sonra hardakı zət gördünüz, deməli həmin cümləmiz səhvdir. Can you tell me-dən, could you tell me-dən sonra zət işlənsə səhvdir. Amma uşaqlar, burada bir dənə məqam var. Hansı ki biz no ilə tell-ə dedik ki, daha doğrusu want to know-dan sonra zət gəlməsi dedik, amma no-dan sonra zət gəlməsi düzdür. Yəni qarşısına bu to want olsa, I want to know zət səhv olacaq. Yəni buradan yazım, yadınızda qalsın. Bax, I want to know-dan sonra zət yazsam, bu səhvdir, bu şəkildə olmaz. Amma I know zət yazsam, yəni cümlə bu şəkildə başlasa, bu düzdür, okeydir, belə olar. Bir də tell'in istisnası var. Dedik ki, tell'dən sonra birbaşa zət gəlsə səhvdir. Tell plus zət olmaz. Bu şəkildə səhvdir. Amma tell ilə zətin ortasına bir dənə tamamlıq atsam düz olacaq. Tamamlıq da bilirik ki, nədir? Tamamlıq nəyi və yaxud da kimi sualına cavab verəndir, düzdür? Yəni tell ilə zətin ortasına bu suallara cavab verən söz varsa, həmin cümləm düz olacaq. Bax, məsələn, burada baxaq. She told me that. Görürəm ki, told-la, yəni tell-la, told tell'in keçmişidir. Zətin arasına bir dənə gətirib obyekt əvəzliyi atıb. Biz də bilirik ki, obyekt əvəzliyi cümlədə tamamlıq vəzifəsində iştirak eləyir. Deməli, bu cümləm düzdür. Amma ora yazılsaydı ki, she told that, tell-dən sonra birbaşa zət yazsaydı səhv idi. Amma tell-la zətin arasında tamamlıq olanda düz olacaq. Sonra baxaq, they know that dedik ki, no-dan sonra zət gəlsə düzdür. Do you know that düzdür. Buralarda problem yoxdur. Sonra baxaq aşağı hissəyə. Why non what for? Why non what for-u biz sual cümlələrində keçmişdik. Demişdik ki, ikisi də səbəb bildirən sözlərə sual vermək üçün istifadə olunur. Why non what for bir-birinə bərabər idi və bir-birini də həmişə əvəz eləyə bilərdi. Bax, məsələn, can you tell me? Mənə deyə bilərsənmi? Deyirəm ki, nəyi? Why he has come? Onun niyə gəldiyini. Bu why mən necə əvəz eləyəcəm? Ortaya atacam, can you tell me-dən sonra atacam what-u və preposition-da hara gətirəcəm? Ən axıra. Can you tell me what he has come for? Başqa cür necə işlədirdik? For what-u birləşdirirdik. Can you tell me for what he has come? Bu şəkildə də ola bilər. Bir-birindən ayrılıb for-u axıra da ata bilərsiniz. Amma biz burada bir dənə önəmli qayda demişdik ki, why olan cümlənin sonunda for işlədə bilməzsiniz. Why for deyə bir şey yoxdur. For why deyə bir şey yoxdur. Çünki uşaqlar, tərcümə ilə belə məntiqsiz çıxır. Niyə üçün deyə bilmərik axı? Nə üçün deyə bilirik? Amma niyə üçün deyə bilmirik? Why olan cümlənin sonunda hardakı for gördünüz, həmin cümlə avtomatik səhv olacaq. Sonra baxaq aşağı hissəyə, sözünün qaydasına. Əslində biz sözünün qaydasını keçmişdik. Sözünün qaydası nə idi? Sual əvəzliyimi qarşıya atanda prepositionları atırdım axıra və yaxud da yanına gətirib birləşdirə bilərdim. Məsələn, birində baxaq. She told me about whom we were speaking. O deyir, mənə dedi. Deyirsən ki, nəyi? About whom we were speaking. Kim haqda danışdığımızı. Bax, about-u gətirdi, whom-un yanına yapışdırdı. Mən bunu başqa cür necə eləyə bilərəm? Gəlin, buradan yazaq. Yazıram ki, she told me who we were speaking about. About-u neynədim uşaqlar? Gətirdim, attım cümlənin axırına. Whom-u neynədim? Çevirdim, elədim who. Çünki about whom olar, amma whom about olmaz. Yəni cümlənin axırına bu şəkildə ata bilmərəm. Bir də uşaqlar demişdik ki, prepositiondan sonra da who işlənməz. Bax, burada baxıram ki, about whom var. Amma about who deyə bir şey yoxdur. Ümumiyyətcə tək about-la yox, bütün prepositionları gətirib bu who-nun yanına yapışdıra bilməzsiniz. Səhvdir. Sonra baxaq, they asked for whom we were preparing for the gift. Deyir, onlar soruşdular, deyirəm nəyi? Hədiyyəni kim üçün hazırladıqlarını. Bax, for whom. Mən həm də bunu neyə bilərəm? Bu for-u bundan ayıraram, gətirərəm, ataram cümlənin axırına. Bu whom-un da mınsını silərəm. Who we were preparing the gift for. Bu şəkildə işlətmək olar. Sonra uşaqlar qeyddə yazır ki, who və what bağlayıcıları cümlədə mübtədə vəzifəsində olanda özündən sonra birbaşa xəbər gələ bilər.
Biz bunu təxmini sual cümləsindən bilirik. Çünki who ilə what nəyə verilən sualdır? Mübtədaya. Və biz demişdik ki, mübtədaya və mübtədanın təyininə sual verəndə ancaq sual verdiyimiz sözü sual sözündən əvəz eləyirdik. Məsələn, nə deməkdir o? Deyirəm ki, I was playing. I was playing də mən cümlənin mübtədası nədir? I. I-ya sual verəndə nə edirdim? Bir dənə bu I-ı əvəz eləyirdim. Who was playing. Əvəz eləyirdim, cümlənin qalanda olduğu kimi saxlayırdım. Ona görə burada deyir ki, who ilə what bağlayıcılarından sonra əgər mübtəda vəzifəsindədirsə, özündən sonra birbaşa xəbər gəlir. Məsələn, we didn't know. Biz bilmirik. Deyirsən ki, nəyi? Who took my phone? Telefonumu kimin götürdüyünü. Burada who nə vəzifəsində işlənib? Mübtəda. Bilinməyən bir mübtədəyə işarələyir də kimin telefonumu götürdüyünü. Və yaxud da she said me. O mənə dedi. Deyirəm ki, nəyi? What happened to her? Ona nə olduğunu. Buradakı what da cansız mübtədəyə verilmiş bir sualdır. Bura kimi aydınsa, gəlin bir dənə də bir iki dənə də suallara baxaq. Baxıram uşaqlar 13-cü suala. Bax, deyir ki, does she know? O bilir. Deyirəm ki, nəyi? Bax, A variantına baxaq. What he has come for. A variantı mənim düzgün cavabımdır. Digərlərinin niyə səhv olduğuna baxaq. A düzdür. B variantına dedim ki, why olan cümlənin dərhal sonuna baxın. Əgər for varsa, həmin variant səhvdir. What he come for. Burada mənim he-nin nəyi yoxdur? Comes olmalıydı. Çünki he təkdə işlənən bir əvəzlikdir. Və üçüncü şəxsin təkində də demişdik ki, feilin sonu s artırırıq. What did he come for? Bax, sual əvəzliyindən sonra köməkçi feil gəlib. Köməkçi feil də dedik cümləni nəyə çevirir? Suala. Ona görə D variantı səhvdir, C variantı səhvdir. Y-də də yenə why olan cümlənin sonunda for işlənməz. Gəlin birinə də baxaq. Sonra uşaqlar, baxıram 76-cı suala. İlk öncə mənim diqqətimi çəkən baş cümləmin keçmiş sadə zamanda olmasıdır. Deməli, mənim budaq cümləm hansı zamanda olmalıdır? Keçmişlərdə. A-nı çıxıram, kənd indiki zamandır. A getdi. B-ni hələ ki saxlayaq, C-ni saxlayaq. D variantda keçmişdi, Y variantında when olan cümlədə həm indiki bitmiş istifadə olunub, həm də when-lə bitmiş zaman olmaz. Y-də getdi. Digər variantlara baxıraq. B variantında his friend, he would do his best to help him. Bu düzdür. Burada problem yoxdur. C-yə baxıram ki, bağlayıcıdan dərhal sonra köməkçi feil gəlib. Olmaz. C variantı getdi. D variantında bağlayıcıdan sonra köməkçi feil gəlib. Olmaz. D də getdi. Bir dənə düzgün cavabım olacaq B variantı.